6-cı yüksəliş müsabiqəsinin son turu olan idarəetmə bacarıqları imtahanı keçirilir. İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 2 sessiya üzrə təşkil olunub. Analitik təhlil imtahanını uğurla başa vuran 1468 namizəd idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb. İştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. Ümumi müddət 4 saat təşkil edəcək. 7600 nəfərdən bugün 1468 nəfər imtahanda iştirak edir. İmtahan 2 sessiyadan ibarətdir. Səhər və günorta sessiyası 3 blokdan ibarət suallar təqdim olunubdur. Demək, sabit situasiya, şaxələnən situasiya, bir də emosional zəka. İmtahanlar tamamilə beynəlxalq standartlara və onların modellərinə uyğundur. Çox mütərəqqi haldır ki, imtahanların bütün mərhələləri hamısı yerli mütəxəssislər, peşəkarlar tərəfindən hazırlanmışdır. Bugün imtahanda deməli təxminən 355 nəfər xaricdə təhsil alandı. Onlardan 41 nəfəri PhD səviyyəsində xaricdə yiyələnmişdir. Yəni ümumilikdə təxminən imtahan verilən 12%-nin elmi dərəcəsi vardır.